Hər kəsə salam, dəyərli şagirdlər, abituriyentlər. Mən bugün sizə Güvən nəşrlərinin 5-8-ci sinifləri olan kitabından sınaq 11 və sınaq 12-ni izah edəcəm. İlk öncə sınaq 11-in izahına keçək. Deməli, sualları yaxınlaşdırım. Birinci sualımız, sınaq 11-də birinci sualımız bizə çevrə verib və kəsişən 2 dənə vətər verib. Burada AB vətəri, AB və DC vətəri. Bura kəsişmə nöqtəsi də Y-dir. AY 4-dür, BY 3, DY 2 olarsa CY-ni tapın. Bura X. Biz kəsişən vətərlərin deyilmişdik ki, kəsişmə hissələrin hasili bir-birinə bərabərdir. Yəni 4 vurulsun 3 bərabərdir 2 vurulsun X-ə. 2X bərabərdir 12-yə, X də bərabərdir 6-ya. Bizdən də elə CY-ni, yəni X istəyir. YC, CY eyni şeydir. Bərabərdir 6-ya. Cavab B variantı. İkinci sualımızda A-nın hansı qiymətlərində A kvadratı minus 6 üstəgəl 8 3 hədisi bərabərdir. Deməli, A kvadratı minus 6A üstəgəl 8 bərabərdir A minus 2-yə. A kvadratı minus 6A plus 8 minus A üstəgəl 2 bərabərdir 0. Buradan da A kvadratı minus 7A üstəgəl 10 bərabərdir 0. İndi bunu tənlik kökləri kimi ayıraq. A minus 5, A minus 2 olacaq, bərabərdir 0. A1 bərabərdir 2-yə, A2 bərabərdir 5-ə. Deməli, 2 və 5 qiymətlərində bu ifadələr bərabər olacaq. Cavab B variantı. Üçüncü sualda düzbucaqlı üçbucağın iki tərəfi 6 və 10 cm olarsa, üçüncü tərəfinin böyük qiymətini tapın. Düzbucaqlı üçbucaq deyir, üçbucağın iki tərəfi 6 və 10 cm, üçüncü tərəfinin böyük qiymətini tapın. Deməli, düzbucaqlı üçbucaqda böyük tərəf böyük bucaq qarşısındadır, yəni 90 dərəcəli bucaq qarşısındadır. Bu deməkdir ki, bunun hipotenuzunu tapmalıyıq. Qatetin biri 6-dır, biri də 10 verib. Bizə x tapaq, tutaq ki, hipotenuzu. Pifaqor teoremini tətbiq edək. X kvadratı bərabərdir 6-ın kvadratı 36, üstəgəl 100-ün kvadratı, 10-un kvadratı 100. O da bərabərdir 136. Yəni, x bərabərdir kök altında 136. Bunu da biz yaza bilərik ki, 4 vurulsun 34 kimi. O da bərabər 4-dən kök çıxacaq 2, 34-dən çıxmayacaq. Yəni, 2 kök altında 34 kimi yaza bilərik. Cavab B variantı. Dördüncü sualda xarici bucaqlarından biri 130 dərəcə olan düzbucaqlı üçbucağın ən kiçik daxili bucağını tapın. Xarici bucaqlarından biri, tutaq ki, mən bunu çəkirəm 130 dərəcə. Bunun qonşu bucağı olacaq 50 dərəcə. Yəni, düzbucaqlı üçbucağın bir iti bucağı 50 dərəcədirsə, digər iti bucağı da 40 dərəcə olacaq. Ən kiçik daxili bucaq ilə 40 dərəcə olacaq. Cavab A variantı. 5-ci sualda bizə şəkil verib 2 paralel düz xətt və onları kəsən 3-cü düz xətt verilib. Bizdən bu hissəni 120 dərəcə verib və x-i soruşur. X-imiz də 120 dərəcə olacaq. Çünki bunlar daxili çarpaz bucaqlardır. Çarpaz bucaqlar da bərabər olduğuna görə x-imiz də 120 dərəcə olacaq. Cavab B variantı. 6-cı sualda 48 dərəcəli qövsə söykənən mərkəzi bucağın dərəcə ölçüsünü tap. Tutaq ki, çevrəmiz olsun və bizim qövs bilir ki, 2 radiusun çevrədən ayırdığı hissədir. Mərkəzi bucaq da 2 radiusun ortasında qalan bucaqdır. Bura 48 dərəcədirsə, bu alfa da 48 dərəcə olacaq. Çünki mərkəzi bucaq söykəndiyi qövsün dərəcə ölçüsünə bərabərdir. Bura A, B, O, bura bir M qoyaq. Yəni, alfa bərabərdir A, M, B qövsünə. O da bərabərdir 48 dərəcə. Cavab 48, B variantı. Sonra 7-ci sualımızda 7-ci sual bu tərəfdə. A və B qarşılıqlı sadə ədədlər olarsa, əkyob AB çıx, əbob AB tap. Qarşılıqlı sadə ədədlərin əkyobu onların hasilidir, əbobu isə 1-dir. Deməli, əkyob AB bərabərdir A vurulsun B olacaq qarşılıqlı sadə ədədlərdə. Əbob AB isə bərabərdir 1 olacaq. Bizdən əkyob AB çıx, əbob AB, yəni AB hasili çıx 1 olacaq bu variant. Cavab D variantı olacaq. 8-ci sualda x minus kök altında x minus 6 bərabərdir 0 tənliyini həll edin. Bunu 2 dənə mötərizə açaq, vuruqlarına ayıraq. Bu eləyəcək kök altda x minus 3, kök altda x plus 2. Bir dəqiqə, hasili mənfi 6, bəli, cəmi də mənfi x, bəli. Kök altda x minus 3 bərabərdir 0. Kök altına x bərabərdir 3, x bərabərdir 9. Bir kökün tapdıq ki 9. İndi kök altda x plus 2 bərabərdir 0. Kök altında x
bərabərdir -2 olmaz. Bu tənliyin kökü yoxdur. Yəni həqiqi ədədlər çoxluğunda kökü yoxdur. Kökü var, amma həqiqi ədədlər çoxluğunda kökü yoxdur. Ona görə bura boşluqdur. Yəni biz burada götürürük ki, tənliyin həlli 9 olacaq. Cavab B variantı. 9-cu sualda bərabər tərəfli üçbucağın hündürlüyü 2 kök altı 3 olursa tərəfi tapın. Deməli, hündürlük, tən bölən və median bir-birinə bərabərdir. Bərabər tərəfli üçbucaqdır. Və bu da A kök altında 3 bölünsün 2 düsturu ilə hesablanır. Bizə hündürlüyü verib. Yəni 2 kök altında 3 bərabərdir. A kök altında 3 bölünsün 2-yə. Kök altı üçlər ixtisar gedir. A bərabərdir 2 vurulsun 2 bərabərdir 4. Tərəfimiz olacaq 4. C variantı. 10-cu sualda uzunluğu 24 pi olan dairənin, çevrənin radiusunu tapın. Uzunluğu, yəni 24 pi bərabərdir 2 pi r-dir. Pilər ixtisar gedir. 24 ilə də 2 ixtisar gedir, 12 qalır. Yəni radius bərabərdir 12 olacaq. Bizdən də radius istəyir, cavab C variantı. 11-ci sualda kök altında 2 tam 4-də 1, üstə gəl kök altında 1 tam 9-da 7 bərabərdir. Kök altında bunu biz düzgün olmayan kəsrə çevirək. 4-də 2-ni 4-ə vur, 8 üstünə 1 gəl 9. Üstə gəl kök altında 9-da 16. Biz bunları toplaya bilmərik ha, heç vaxt. Çünki bunlar ayrı-ayrı kökün altındadır. Bir kökün altında olsaydı toplayardıq. İndi birinci kökdən çıxacaq 2-də 3. Üstə gəl ikinci kökdən çıxacaq 3-də 4. 3-də 4. Bərabərdir. Ortaq məxrəc 6. Vursaq 9 üstə gəl 8 bərabərdir 6-da 17. Bizən bölündü. 17-ni də 6-ya bölsə 2 tam 6-da 5 eləyəcək. 2 tam 6-da 5 B variantı. Sonra 12-ci sualda 120 qram 75% duz məhlulunda neçə qram duz var? Deməli biz 120 qramın 75%-ni tapsaq, biz biləcəyik ki, orada neçə qram duz var. Buna görə 120 75-ə vurub 100-ə bölürük. 25 ixtisar getsə burada 3, burada 4. 120 ilə də 4 ixtisar gedəcək 30. Bərabərdir 30-u vururam 3-ə bərabərdir 90. Deməli 90 qram duz var. Duz var. O da olacaq cavab D variantı. 13-cü sualda ABC üçbucağının hündürlüyü çıxdığı təpədəki bucağı 20 dərəcəlik və 30 dərəcəlik iki bucağa ayırır. Tutaq ki A, B, C üçbucağı, A, B, C üçbucağı. Mən buradan bir hündürlük çəkirəm bura. BK qoyuram. BK hündürlük. Deyir, çıxdığı təpədəki bucağı 20 və 30 dərəcə bucaq ayırır. Yəni bura 20 dərəcədir. Bura da 30 dərəcədir. İndi bura 20 dərəcədirsə, onda A bucağı 70 dərəcə olacaq. Çünki bura düz bucaqlı üçbucaqdır. Bura bir bucaq A, üstə gəl 20 bərabərdir 90. Çünki düz bucaqlı üçbucaqlı iti bucaqların cəmi 90 dərəcədir. Bucaq A bərabərdir 70 dərəcə. İndi bucaq C-ni tapaq. Bucaq C üstə gəl 30 bərabərdir 90. Burada düz bucaqlı üçbucaq olur. Ona bucaq C bərabərdir 60 dərəcədir. Deməli bura 60 dərəcədir. Burada 70 dərəcədir. Bizdən nə istəyir? ABC üçbucağının bucaqlarını tapın. Ümumi bu ABC-nin də bu ümumi bucaq olacaq 50 dərəcə. Deməli bucaqlar oldu 50 dərəcə, 60 dərəcə və 70 dərəcə. 50 dərəcə, 60 dərəcə cavab A variantı və 70 dərəcə. 13-cü sualı bitirdik. Keçək 14-cü sualımıza. Aşağıdakilərdən hansı dövrü olmayan sonsuz onluq kəsirdir? Dövrü olmayan sonsuz onluq kəsirdir deyirsə, burada bir dənə A variantı olacaq. Dövrü olmayan, dövrü olanı istəmir. Dövrü olmayan, yəni ki, bu necə deyim, onluq kəsir şəklində göstərmək olacaq da, onu demək istəyir bizə. Misal üçün 4-də 3 biz dedik ki, onluq kəsir şəklində necə göstərir? Məxrəc ancaq ya 2-nin, ya 5-in, ya 10-un vuruqları olmalıdır. 3 bölünsün 2-nin kvadratı. Bu olacaq. Bu 0,75 olacaq. Amma B variantına baxsaq, bax bu A variantı, B variantı. B variantına baxsaq, pi 3,14-dür də bunu və burada bu dövr eləyir. Bunu 2-yə bölsək də bu dövr gedəcək. Bu olmayacaq. Deməli, bizdə bir dənə A variantı ödəyəcək. Tutaq ki, C variantına baxaq. C variantında da 2 bölünsün 9. Bu o deməkdir ki, 0 tam dövrdə 2 deməkdir. Baxın, görürsünüz, dövr eləyir. Bu da olmayacaq. D variantında da burada 7 bölünsün 30. Yəni 30-un vuruqlarının içində 3 vuruğu olduğuna görə bu da dövr eləyəcək. Bir dənə bizdə A variantı dövrü olmayacaq. Cavab A olacaq burada. 15-ci sualda bizdə 2 paralel düz xət verib və bizə nə istəyir? X-i tap deyir. Bura olsun 9x, bura olsun 4x, üstə gəlinsin 75. Bunlar, biz bunu belə tərsinə çevirsək, bunlar olacaq daxili çarpaz bucaqlar. Daxili çarpaz bucaqlar da bərabərdir bir-birinə. Baxın, bura ilə bura, daha doğrusu xarici çarpaz bucaqlar, üzr istəyirəm. Xarici çarpaz bucaqlar. Çarpaz bucaqlar da bərabərdir. 9x bərabərdir 4x, üstə gəlsin 75.
5x bərabərdir 75, x də bərabərdir 15. Bizdən x-i soruşur, cavab A 15 dərəcə. 16-cı sualda, baxın bu üçünün, daha doğrusu 3 dənə bizə çoxluq verir və rəngli hissəni soruşur. A çoxluğu, B çoxluğu, C. Bu rəngli hissə, baxın buradır. Buranı tam rəngliyib, baxın bu hissəni tam bizə verir. Baxın bu rəngli hissəni istəyir bizdən. Deməli bu olacaq ki, B ilə A kəsişir və birləşir, B ilə C kəsişir. Biz buradan da B-ni elib ki, ortaq vuruğu mötərizə xaricinə çıxardan kimi B-ni çıxarsaq olacaq B kəsişir, A birləşir C ilə. Bax belə olacaq. B kəsişir, A birləşir C, ona görə cavab B variantı olacaq. 17-ci sualda, A ədədi iki müxtəlif sadə ədədin hasilidir. Tutaq ki, A ədədi bərabərdir. Bir dənə sadə ədədimiz 3 götürək, digərini 5 götürək. Baxın, gördünüz, 2 dənə müxtəlif sadə ədəd götürdük. İndi ədədin natural bölən sayını tap. Natural bölən sayını tapanı nə edirdik? Qüvvətlərin üstünə 1 gəlib bir-birinə vururduq. 1 üstə gəl 1 və digəri 5-in qüvvəti də 1-dir. 1 üstə gəl 1 bərabərdir 2 vurulsun 2 bərabərdir 4. Cavab 4 B variantı. 18-ci sualda radiusları 3 və 5 olan santimetr olan çevrə xaricdən toxunur. Tutaq ki, bunun radiusu 3 olsun. Bunun da radiusu 5 olsun. Xaricdən toxunur. Baxın, xaricdən toxunur. Bu 5 olsun. Bunun da radiusu 3 olsun. Bizə nə deyir? Bu çevrənin mərkəzləri arasındakı məsafə. Əgər çevrələr xaricdən toxunursa, onların mərkəzləri arasındakı məsafəni tapmaq üçün radiusları toplamaq da lazımdır. O1, O2 məsafəsi bərabərdir R1 üstə gəlinsin R2 bərabərdir 3 üstə gəlinsin 5 bərabərdir 8. Cavab 8 D variantı. 19-cu sualda x kvadratı minus 5x üstə gəl 6 bərabərdir 0 tənliyin kökləri x1 və x2-dir. İndi bizə deyir x1-in kvadratı vur x2 üstə gəl x1 vurulsun x2-nin kvadratı bərabərdir. Bunu hesablayın deyir. Biz buradan ilk öncə x1 vur x2-ni mötərizə xaricinə çıxarsaq, mötərizənin içində qalacaq x1 üstə gəl x2. İndi x1 hasili ilə cəmi tapaq. Burada Viet teoremini tətbiq eləyə bilərik də. x1 vurulsun x2 bərabərdir. Viet teoreminə əsasən köklərin hasili 6 olacaq. x1 üstə gəl x2-də köklərin cəmi də 5 olacaq. Gətirib yerinə qoyaq. Hasil oldu 6 vurulsun cəmi də 5 bərabərdir 30. Cavab 30 olacaq D variantı. 20-ci sualda keçək. 20-ci sualımız. ABC üçbucağında C 90 dərəcədir. Deməli bu düzbucaqlı üçbucaqdır. C bucağı, A təpəsi və B təpəsi. AB 13 dərəcə, hipotenuz 13 dərəcədir və BC 12 dərəcə, 12 sm dərəcə, yox 12 sm. AC-ni tap. Pifagor teoremindən tapa bilərik. Bir də bu Misir üçlükləri, Pifagor üçlükləri də var. 5, 12, 13 üçbucağı. Elə bizim də AC tərəfimiz olacaq 5 sm. Ya da belə yaza bilərik. AC bərabər kök altında 13-in kvadratı, yəni 169-dan çıxıram 12-in kvadratı, yəni 144-dür. Bərabərdir kök altında 25, bundan da kök çıxacaq 5. Cavab 5 olacaq D variantı. 21-ci sualda A bərabərdir 2 vurulsun 3 vurulsun 4 üstə gəl 6 vurulsun 7 vurulsun 8 ədədini ona bölməsinə alınan qalığı tapın. Baxın bu hasil olacaq 24 üstə gəl bu hasil olacaq. Belə yazım 48 vurulsun 7 kimi yazıram. Buradan da 24-ün mötərizə xaricinə çıxartsam 1 üstə gəlinsin 2 vurulsun 7. Yəni 24 vurulsun 14-ün üstünə 1 gəlsək 15. İndi biz ona bölünməsi üçün heç bunu bir-birinə vurmaya ehtiyac yox. Baxın bu axır rəqəmləri bir-birinə vursaq 0 ilə qutaracaq da. 4-ü 5-ə vursaq 0 ilə. Sonra da 0 ilə qutardığına görə bu ona bölünəcək mütləq. Çünki ona bölmə nədir? Sonu 0-la bitən ədədlər. Deməli burada qalıq elə 0 özü qalacaq da, qalıq qalmayacaq. Yəni 0 qalacaq. A variantı. 22-ci sualda bu yenə bayaqki suallardan biridir. 2 vətər kəsişir və kəsişən hissələrin hasilinin bir-birinə bərabər olacaq. Deməli bizdə A, B, C, D olsun. Burada kəsişmə nöqtəsi Y. C-Y 8-dir. YB 6, bura A-Y 12 və bizdən YD-ni istəyir. Buranı Y qoyaq. Deməli 8-in Y hasili bərabərdir 12-nin 6-ya hasilinə. Bunu biz belə eləyə bilərik. 8Y bərabərdir 72 yazaq. Y də bərabərdir 9. Cavab 9 olacaq A variantı. Sonra 23-cü sualda artıq açıq suallardır. 2 xarici bucaq, 3 bucağın 2 xarici bucağı 124 və 118 dərəcədir. Xarici bucaq tutaq ki, bura 124 dərəcədir. Burada olsun 118 dərəcə. Ona qonşu olmayan
daxili bucağı tapın. Yəni buranı tap deyir bizə. Biz ilk öncə bunun xarici bucağını tapıb, sonra açıq bucaq vasitəsilə daxili bucağı da tapa bilərik. Sonra ya da belə deyə bilərik. Buradakı hər bir daxili bucağı tapıb, sonra onların cəmi 180-dən bu iki daxili bucağın cəmini çıxarda bilərik. Yaxşı, belə deyək. Bura bir A bucağı deyib. A üstəgəl 118 bərabərdir 180. A da bərabərdir 180 çıx elə birbaşa belə yazıram 118. Belə yazsam 72. Daha doğrusu 62. 62. Deməli bura oldu A oldu 62 dərəcə. İndi bura bir B qoyaq. Gəlin B bucağını tapaq. B bucağı 180 çıx 124. Bu da eləyəcək 6 və 56. Burada oldu 56. İndi bura biz C bucağı deyib. C üstə gəlinsin 56 üstə gəl 62 bərabərdir 180 dərəcə. C də bərabərdir 180 minus bunların cəmi. Yəni 118. Bu da eləyəcək. Bu bərabər yanlış bucaqlayır. Eləyəcək 2 62 dərəcə. Burada cavab olacaq. Üçüncü bucağımız olacaq 62 dərəcə. Cavab 62. Sonra 24-cü sualda 24-də cədvəldə A ədədinin sadə vurğuları və onların sayı verilmişdir. Deməli A ədədi götürək. Sadə vurğuları 2 vur, 3 vur, 5'dir. Və bunların sayı, yəni 2-dən 1 dənədir, 3-dən də 1 dənədir, 5-dən də 2 dənədir. Bizə nədir? A ədədindən kiçik və A ilə qarşılıqlı sadə olan natural ədədlərin sayını tapın. A bərabərdir 2 vurulsun, 3 vurulsun, 5 vur 5 yazıram. Bunu bir dəfəlik yazıram. Vur 1 minus 2-də 1. Ədəd və ondan kiçik olub onun qarşılıqlı sadə olan ədəd sayının tapılması. 1 minus 3-də 1 və 1 minus 5-də 1 bərabərdir. Buna 6 vur 25 kimi yazıram mən buranı. Bura yazıram 2-də 1 vurulsun, 3-də 2 vurulsun, 5-də 4. İndi bu ikilər ixtisar gedəcək. Bu 5 ilə buradakı 25 ixtisar gedir, qalır 5. Bu 3 ilə də 6 ixtisar gedir, qalır 2. Deməli, surətdə nə qaldı? 2 vurulsun, 5 vurulsun, 4. O da bərabərdir 40. Cavab 40 olacaq burada. 25-ci sual. Çevrənin radiusu ilə ən böyük vətərinin cəmi 18-dir. Çevrənin ən böyük vətəri onun diametridir. Mərkəzdən keçən vətər də deyirlər buna, diametr də deyirlər buna. Deməli ki, deyir radius. Deməli, diametr 2 dənə radiusa bərabərdir də. Yəni radius üstə gəl 2 radius bərabərdir 18-ə. 3 dənə radius bərabərdir 18, radius bərabərdir 6-ya. İndi bu çevrənin 75 dərəcəlik qövsünün uzunluğunu tap. Deməli, alfa mərkəzi bucaqda 75 dərəcə. Tutaq ki, baxın, bura olsun 75 dərəcə. Bir də bu da radiusdur da. Baxın, bura radiusdur. 6'dır, 6'dır. Bu qövsün uzunluğunu istəyir. El qövs bərabərdir. Pi r alfa bölü 180 dərəcə. Gəlin hesablayaq. Pi vurulsun. Alfamız 75'dir, radiusumuz da 6 bölü 180 dərəcə. Bərabərdir. Bunlar ixtisar getsə 30 qalacaq. 180 30 bölsə. 15'i ixtisar getsə məxrəcdə 2 qalacaq. 75 ilə 30 15 ixtisar getsə surətdə 5 qalacaq. Yəni 5 pi bölünsün 2. Bunu da belə yaza bilərik. 2/5 pi. Bu şəkildə də yaza bilərik. Cavab 2/5 pi. 12-ci testdə, sınaqda. Birinci sualımıza baxaq. Deyir, A-nın neçə natural qiymətində A vur x bərabərdir 0 tənliyinin kökü natural ədəd. Deməli, tənliyin kökü x bərabərdir 10 bölünsün A deməkdir. Yəni, A-nın yerinə qoysaq natural ədəd alınır. Bu demək ki, onun bölənlərini qoymalıyıq. 1, 2, 5 və 10. Deməli, 4 qiymətində. Cavab 4, D variantı. İkinci sualda, yarım çevrənin uzunluğu 12 pi olarsa, diametrini tapın. Deməli, yarım çevrənin uzunluğu 12 pi isə, tam çevrədə uzunluq 2 vurulsun 12 pi olar. Yəni 24 pi olar. Bu 24 pi də bərabərdir diametrə. Yəni pi d-yə. Pi'lər ixtisar gedir. D də bərabərdir 24 santimetr. Cavab C variantı olacaq. Üçüncü sualda aşağıdakilərdən hansı doğrudur? 2 natural ədədin cəmi natural ədəddir. Bəli, bu birinci doğrudur. Sonra 2 natural ədədin fərqi natural ədəddir. Xeyr, bu natural ədəd ola da bilər, olmaya da bilər. Misal üçün, fərqi deyil. Tutaq ki, 3 minus 2 natural ədəd fərqi 1 natural ədəd oldu. Amma misal üçün bizə desə 5 minus 7 ikisi də natural ədəd, amma fərqi mənfi tam ədəddir. Bu olmaz. Hər zaman olmaz yəni. Sonra üçüncü halda 2 natural ədədin hasili natural ədəddir. Bu da düzdür. Dördüncü halda 2 natural ədədin nisbəti naturaldır. Xeyr, bu ola da bilər, olmaya da bilər. Misal 8 bölünsün 4. Burada natural ədəd alınır. Amma 10 bölünsün, tutaq ki,
3 deyirəm. Axı bu natural ədəd deyil. İkisi də natural ədəd, amma nisbətən natural ədəd deyil. Bu qarışıq kəsirdir, dövrü kəsirdir və s. Deməli hansı uyğun oldu? Birinci və üçüncü uyğundur. Birinci və üçüncü B variantı. Dördüncü sualımızda ən azı hər iki çoxluğa daxil olan element sayı. Ən azı hər iki çoxluğa deyirsə, deməli biz haranı götürürük? Bura yazıram A, O, bu hissə C, Z, N, U, S, K, H, I, D, Y. Bu A çoxluğudur, bu B çoxluğudur, bu da C çoxluğu. Deməli, ən azı iki çoxluq deyirsə, baxın bu hissə. Biri C, sonra I var, N var və U var. Deməli, neçədən oldu? 4 dənə. 4 dənə. Cavab B variantı. Sonra 5-ci sualda 4A5 bölünsün 475. A-nın yerinə hansı rəqəmlər yazıda düzgün olmayan kəsir alınır. Düzgün olmayan kəsir o deməkdir ki, surət məxrəcdən böyük və ya bərabər olsun. Baxın, kənardakılar 4, 4, 5, 5-dir. Deməli, A burada 7-dən böyük və ya 7-yə bərabər olmalıdır ki, bu düzgün olmayan kəsir olsun. İndi baxaq görək hansı variantda 7-dən böyük və 7-yə bərabər olan ədədlər var. Y variantına baxın bir dənə. 7, 8, 9 var. Deməli, bizdə burada Y variantı olacaq. Cavab Y variantı. Sonra 6-cı sualda kök altında 5 vurulsun. Mən məxrəci belə daha doğrusu məxrəci deməyim. Yaxşı, gəlin köçürək. Kök altında 5 bölünsün kök altında 3. Üstə gəlinsin kök altında 3 bölünsün kök altında 5. Çıxılsın 1 bölünsün kök altında 15. Bunu mən ayrı yazdım. Bunu da vurulsun kök altında 3 yazıram mən. Birbaşa yazdım. Bərabərdir. Bax, kök altında 3-lə kök altında 5-i bir-birinə vursam, kök altında 15 vurulsun. Mötərizənin içində də ortaq məxrəc ilə kök altında 15 eləyəcək. Niyə? Çünki kök altında 15, kök altında 3 vur, kök altında 5 deməkdir. Baxın, ortaq məxrəc. İndi kök altında 15-i kök altında 3-ə bölsək, kök altında 5 eləyəcək. Bunları da kök altında 5-i də kök altında 5 vursam 5. Üstə gəl. Bunları çarpaz vururam. 3, çıxılsın 1. Bu surətimiz. Kök altında 15-lər ixtisar gedəcək. 5-in üstünə 3 gəl, çıx 1, cavab 7. Burada da olacaq cavab C variantı. Sonra 7-ci sualımızda bizim kvadratın tərəfi 20% artırsa, perimetri neçə faiz artar? Kvadratın tərəfi ilə perimetri düz mütənasibdir. Bu nə qədər? Tərəf nə qədər, neçə faiz artır, neçə faiz azalırsa, deməli perimetrdə o qədər faiz artar və ya azalar. İndi 20% artırsa, deməli perimetrdə 20% artar. Cavab A bəndi, 20%. Sonra 8-ci sualda düz xətt üzərində 4 nöqtə qeyd olunmuşdu. Alınan şüa sayı tap. Şüa sayı 2n'dir. Yəni n'imiz 4'dür. Nöqtə sayı burada 4'dür. 2 vurulsun 4 bərabərdir 8. Cavab C variantı. 9-cu sualda bizə üçbucaq verib A, B, C üçbucağı. A, B, C və burada medianlar çəkilib. AN medianı çəkilib və CN medianı çəkilib. Deməli bizə deyir ki, AN 4'dür. Burada 4 isə deməli burada 4. Çünki median tərəfi yarı bölür. BC 10'dur. Ümumi BC 10'dursa, deməli yarılı bölünür. BM də 5'dir, MC də 5'dir. AB'nin üzərinə CM'i gəldir. AB'miz nə oldu? 8. Üstə gəl. CM nə oldu? 5. O da bərabərdir 13 cm. Cavab 13 A variantı. 10-cu sualda aşağıdakilərdən hansı körbucaqlı üçbucağın tərəfləri ola bilər? Körbucaqlı üçbucağın tərəfi o deməkdir ki, üçbucağın, yəni burada qoyulan böyük rəqəmlər, ən böyük ədədin kvadratı digər iki ədədin kvadratları cəmindən böyük olmalıdır. Məsələn, A variantını yoxlayaq. 17-nin kvadratı 289. Baxaq görək böyükdürmü? Bu 15-in kvadratı, yəni 225, üstə gəl 169-dan. İndi buna baxaq görək. 25 nə? Daha doğrusu 289 böyükdür. Baxaq görək. Bunları toplasaq 4, 8, 1 yadda 9, 3, 394. Bu böyük deyil. Çünki bu ödəməyəcək. Baxın 289 394-dən böyük deyil. A ödəmir. Sonra B variantına baxsaq. 15, yəni 225 böyükdürmü? 169 üstə gəl 121-dən. 225, 25 böyükdür. Baxaq görək. 8, 9, bir dəqiqə 10, 8, 9, 290'dan. Bu da böyük deyil. Bu da olmaz. Keçdik C variantına. 13'ün kvadratı 169 böyükdür 121 üstə gəl 81'dən. 169 böyük deyil axı. Bu da eləyəcək 0, 202'dən. Bu da ödəməz. D variantına baxaq.
D variantının 11'in kvadratı 121 böyükdür 81 üstə gəlinsin 49'dan. Bu da böyük deyil. Ödəməyəcək. Bir dənə qaldı Y variantı. 9'un kvadratı 81 böyükdür 7'in kvadratı 49 üstə gəl 25'dən. 81 böyükdür 4 74'dən. Gördünüz, ödədi. Böyük tərəfin kvadratı digər iki tərəfin kvadratları cəmindən böyük olmalıdır. Cavab Y variantı olacaq burada. 11-ci sualda tənliyi həll et deyir. 5x üstə gəl 1 bərabərdir 3x plus 7. Sağa keçirsək mənfi 2x bərabərdir. Daha doğrusu müsbət 2x müsbət 5x-dən 3x çıxırıq müsbət 6x də bərabərdir 3-ə. Adi bir tənliyi idi. Cavab C variantı. 12-ci sualda çevrə xaricindəki nöqtədən çevrəyə qədər ən kiçik məsafə 4'dür. Çevrə xaricindən çevrəyə qədər ən kiçik məsafəni bura götürək. Baxın 4. Ən böyük məsafə 16'dır. Ən böyük məsafə deyirsə, bu mütləq çevrənin mərkəzindən keçməlidir. Çünki çevrənin daxilində olan ən böyük məsafə çevrənin mərkəzindən keçməlidir. Yəni burada A nöqtəsi qoyuram bura. Bura bir K nöqtəsi, bura bir B nöqtəsi. Ən böyük məsafə yəni bura 16'dır. Yəni AB bərabərdir 16'ya, AK da bərabərdir 4'ə. İndi bizə deyir ki, çevrənin diametrini tap. Çevrənin diametri bax KB-dir. Onda KB bərabərdir AB-dən çıxıram AK-nı. O da bərabərdir 16'dan çıxıram 4'ü bərabərdir 12 cm. Cavab 12 B variantı. 13-cü sualımızda aşağıdakılar hansı 4'ə qalıqsız bölünür? Son 2 rəqəmi 2 sıfırla və ya 4'ə bölünən ədəd olmalı. İndi A variantında 65'də olmaz. B variantında 54'dür, 4'ə bölünmür, o da olmaz. C variantında 43'dür, son 2 rəqəmi, o da olmaz. D variantında son 2 rəqəmi 32'dir. Deməli 65.432 bölünəcək C variantı. Cavab üzr istəyirəm, D variantı. Cavab D variantı. 14-cü sualımızda isə A ədədləri, daha doğrusu A çoxluğunu verib 1, 2, 3, 4, 5, 6, 12. Bunun bölənləri B çoxluğunu verib bizə 1, 2, 3, 6, 9, 15, 18. Deyir çoxluqların kəsişməsi hansı çoxluqdur? Deməli bunlar A kəsişir B. Kəsişmə eyni olan elementlərdir. Burada eyni olanlar 1, 2, 3, 6, başqa nələr var? Başqa yoxdur. Elə baxın bunlar var. Variantlara baxsaq bunlar 6'nın bölənləridir. Onda olacaq B variantı. 6'nın bölənləridir kəsişmə elementləri. 15-ci sualda 1 bölünsün 2, minus 1 bölünsün 3, minus 1 bölünsün 12, üstə gəl 1 bölünsün 24. Ortaq məxrəc 24 götürsək, 24'ü 2'yə bölsək 12, çıxılsın, 24'ü 3'ə bölsək 8, çıxılsın, 12'yə bölsək 2, üstə gəlsin 1, bərabərdir. 24'də 12'dən 8 çıx 4, ondan da 2 çıx 2, üstünə də 1 gəl 3. İxtisar gedəcək 8'də 1 qalacaq. Cavab 8'də 1 C variantı. 16-cı sualda 1 plus 2 kökü altında 2'nin mörtərizə kvadratı çıxılsın 4 kökü altında 2 bərabərdir. Deməli birincinin kvadratı, yəni 1'in kvadratı 1. Üstə gəl. Birincinin ikinciyə hasinin 2'miz. Yəni 2 vur 1, vur 2 kökü altında 2. Üstə gəl ikincinin kvadratı. 2 kökü altında 2'nin kvadratı 8. Çıx 4 kökü altında 2. Baxın bu da 4 kökü altında 2'dir müsbət. Bu mənfi 4 kökü altında 2'dir. Bunlar islah gedəcək. Qalacaq 1 üstə gəl 8 bərabərdir 9. Cavab burada olacaq 9. 17-ci sualda 16,2 ədədi 36 ədədi neçə faizdir? Deməli 16,2 bölü 36 vurulsun 100 deməkdir. Bərabərdir. 100'ü mən 16,2'yə vursam 1620 bölünsün 36 deməkdir. Bu da ixtisar gedəcək, qalacaq 50. Deməli bu bunun 50 faizi imiş. Cavab 50 olacaq. 18-ci sualda bunlar uyğun tərəfləri şəkili düzgün çəkmədim. Uyğun tərəfləri paralel olan müxtəlif adlı bucaqlar. Çünki biri iti bucaqdır, biri kör bucaqdır. Və müxtəlif adlı bucaqların cəmi də 180 dərəcədir. Deməli alfa plus beta bərabərdir 180 dərəcə. Və beta minus alfanı da verib bizə 70 dərəcə. Bizə nə istəyir? Alfanın dərəcə ölçüsünü tapın deyir, düzdürmü? Biz tərəf-tərəfə çıxsaq, birincidən ilə ikincinin çıxsaq qalacaq 2 alfa bərabərdir 110 dərəcə, alfa da bərabərdir 55 dərəcə. Cavab 55 olacaq. 19-cu sualda bərabər tərəfli üçbucağın tərəfi 12 olarsa perimetrini tapın. Bərabər tərəfli üçbucağın biz bilirik ki, bütün tərəfləri bərabərdir. A, yəni 12, 12, 12. Perimetri də P bərabərdir 3 vurulsun 12 bərabərdir 36 olacaq. Cavab 36. 20-ci sualda bizə deyir düzbucaqlı üçbucağın hipotenuzu 61'dir və digər kateti 60 olarsa digər kateti tap. Mən Y qoyuram.
Biz y bərabər Pifaqor teoremini tətbiq eləyək. 61-in kvadratı kök altında çıxılsın 60-ın kvadratı bərabərdir. Müxtəsər vurma düsturuna əsasən yaza bilərəm. 61 minus 60 vur 61 plus 60 bərabərdir. 61-dən 1 çıxsaq, daha doğrusu 60 çıxsaq 1 və toplasaq 121. 1 və 121 bundan da kök 11 çıxacaq. Deməli, digər katetimiz 11 olacaq. Əslində bunlar Pifaqor üçlüklərdir. Cavab 11. Sonra 21-ci sualda K-nın hansı qiymətinə kvadrat 2 hədli, kvadrat tənliyinin 2 bərabər kökü var. Deməli, kx kvadratı plus 12x üstəgəlsin 4 bərabərdir 0. Kvadrat tənliyin 2 bərabər kök olması üçün diskriminant 0-a bərabərdir. Deməli, diskriminantımız da nə idi? B kvadratı minus 4ac. B kvadratımız 12, yəni 12-nin kvadratı 144 minus 4 vurulsun A-nın yerində K durur, C-nin yerində 4 durur, bərabərdir 0. 16, mənfi 16K bərabərdir, mənfi 144, K da bərabərdir 9. 16-nı, daha doğrusu 144-ü 16-ya bölsək 9 eləyəcək. Deməli, K-nın 9 qiymətində, cavab 9. 22-ci sualda. Radiusların nisbəti 5 və 2 olan iki konsentrik çevrə arasındakı məsafə 6 olarsa, bu çevrələrin uzunluqları cəmi tapın. Deməli, iki konsentrik çevrə nədir? Mərkəzləri eyni olan çevrələrdir. Deməli, böyüyün radiusu, baxın buradan bura 5x-dir, kiçiyin radiusu 2x-dir. Deməli, bu halqanın qalınlığına neçə x düşür? 3x. Deyir 3x 6-ya bərabərdir, 6 cm. Deməli, x bərabər nəyə? 2. İndi böyük radiusumuz oldu ki 5 vurulsun 2 bərabərdir 10. Kiçik radiusumuz oldu ki 2 vurulsun 2 bərabərdir 4. İndi bizə nə deyir? Çevrələrin uzunluqları cəmi. L1 bərabərdir böyük. L böyük yazaq. 2 vurulsun 10'daq radius 10 vurulsun pi bərabərdir 20 pi. L kiçik radiusu isə bərabərdir 2 vurulsun 4 vurulsun pi bərabərdir 8 pi. İndi bunların cəmini istəyir. L1 L böyük üstəgəl L kiçik bərabərdir 28 pi olacaq. Cavab 28 pi. 23-cü sualda A bərabərdir 24 üstü n vurulsun 5. Ədədinin 9 sadə vurğu olarsa natural bölən sayını tap. Deməli 24'ü mən yazıram ki 24'ü yaza bilərəm ki 2 üstü 3 vurulsun, yəni 8 vurulsun 3 üstü n vurulsun 5. Yəni 2 üstü 3 n vurulsun 3 üstü n vurulsun 5. Bizdən sadə vuruq sayını istəyirsə, qüvvətləri toplayırıq. Yəni 3n üstəgəl n üstəgəl 1, 5-in qüvvəti 1 daha bərabərdir 9-a. 4n plus 1 bərabərdir 9-a, 4n bərabərdir 8-ə, n də bərabərdir 2-yə. N'imiz 1-dir. Deməli, A ədədimiz oldu ki, 2 üstü n vurup 2 üstü 3n daha, yəni 6 vurulsun 3 üstü 2 vurulsun 5. Yəni bunun natural bölən sayının bısı bərabərdir. Hər qüvvətin üstünə 1 gəlib bir-birinə vuram. 6 üstə gəl 1 vur. İkincinin qüvvəti 2'dir. 2 üstə gəl 1 vur. 5'in qüvvəti 1'dir. 1 üstə gəl 1. Bərabərdir. 7 vurulsun 3 vurulsun 2. O da bərabərdir 42. Deməli 42-dən natural böləni var. Cavab 42. 24-cü sual. Bizdə deyir ki A minus B verib sayını verib bizə 3. Bura A çoxluğu olsun. Bura B çoxluğu. A minus B 3'dür. B minus A da 5'dir. Və birləşmə 12'dir. X-i tapsaq, deməli 3 üstəgəl x üstəgəl 5 bərabərdir 12'yə. X də bərabərdir 4'ə. Deməli bunların kəsişməsi 4'dür. A-nın elementləri oldu ki, A-nın elementləri 3 üstəgəl 4 bərabərdir 7. B-nin elementləri oldu ki, 4 üstəgəl 5 bərabərdir 9'a. İndi bizdən bu ikisinin cəmini soruşur. 7 üstəgəl 9 bərabərdir 16'ya. Cavab 16 olacaq. 25-ci sualda sonuçta məxrəci B olan düzgün kəsilərin ən böyüyü ilə ən kiçiyinin fərqi %96'dır. 0,96. Deməli tutaq ki məxrəci B-dir. Bu ən böyüyü B minus 1 olacaq və ən kiçiyi də B-də 1 olacaq. Niyə belə olur? Tutaq ki məxrəci 5 deyirəm də. Bu kəsir ən böyüyü nədir burada? 4, 5'də 4. Ən kiçiyi nədir? 5'də 1. Görürsünüz 5'də 4, yəni məxrəcdən bir vahid azdır. Burada isə ən kiçiyi isə budur. Ya bu ən böyükdür. Bu ən kiçikdir, belə deyək. İndi bu deyir %95'ə bərabərdir. Bu da ixtisar getsə 20'də 19'a. İndi buranı hesablayaq. B-də B minus 2 bərabərdir 20'də 19. Çarpaz vuraq. 20B çıxılsın 40 bərabərdir 19B-yə. B də bərabərdir 40'a. Deməli B-imiz 40'dır. İndi deyir ki, məxrəci B olan düzgün kəsilərdən ixtisar olunanların sayını tap. Deməli biz ixtisar olmayanların sayını tapmalıyıq birinci. Bundan ötürü 40'ı vuruqlarına ayırıram. Bu eləyir 2 üstü 3 vurulsun 5. Yəni 8 vurulsun 5. İndi
Bu bir ifadə düstur var idi. Ədəd və ondan kiçik olub ədədin sadə formalarının sayının tapılması. Deməli 2 üstü 3 ya da 2 üstü 3'ü mən 8 yazım. 8 vurulsun 5 vurulsun 1 minus 2'də 1 əmsallarla işimiz var. 1 minus 5'də 1 bərabərdir. 8 vurulsun 5 vurulsun 2'də 1 vurulsun 5'də 4. Bu 5'dən bu 5 ixtisar gedir. Bu 8'lə də bu 2 ixtisar gedir, qalır 4. 4 vurulsun 4 16. 16 dənə ixtisar olunanların sayını tap. İxtisar olunmayan var. Olunan tapmaq üçün 40'dan çıxıram 16'nı, ondan da çıxıram 1'i. Çünki bizdə düzgün kəsirdir. 40'da 40 düzgün olmadığına görə bu 1 bunun sayıdır, yəni bu kəsrin sayıdır. O da eləyəcək 40 çıxılsın 17 bərabərdir 23. Deməli 23 dənə ixtisar olunan var, 16 dənə ixtisar olunmayan var. Bizi ixtisar olunan deyir, cavab 23 olacaq. Bu qədər dəyərli şagirdlər, mən sizə bu iki sınağı izah etdim. Kanalıma abunə olmağı, fikir yazmağı, bəyənməyi, paylaşmağı unutmayın. Görüşərik. Təşəkkür edirəm.